leksikologiya mövzusunu başlayırıq inşallah, görək. Bu da fonetika kimi yaxşı gedir. Fonetika ilə bağlı qaranlıq məqam qaldı. Nəsə varsa soruşun məndən mütləq. Çəkinməyin. Onsuz sabah sınaq da yazacağıq fonetikaya görə. Ki, görək necə yazırsınız. O suallar da çox çətin suallardır. Amma keçdiklərimizi əhatə edir. Təbii ki, artıq heç bir şey, əlavə heç bir şey yoxdur orada. Deməli, leksikologiya. Leksikologiya nədir? Biz fonetikada nəyə öyrəndik uşaqlar? Səsləri öyrəndik də, düzdürmü? Danışıq səslərini öyrəndik. O səslər bir yerə yığıldı, sözləri yaratdı. Düzdürmü? Dilin ümumiyyətlə ən kiçik vahidi səsdir. Səslər yığılır bir yerə, söz yaradırlar. Biz o səsləri fonetika bəhsində öyrəniriksə, həmin o səslərin yaratdığı sözləri indi leksikologiya mövzusunda bəhsində öyrənəcəyik. Sözlər ümumiyyətlə leksikologiyada dilin lüğət tərkibindən bəhs olunur. Dilin lüğət tərkibi deyəndə nə başa düşürük? Dilimizi təşkil edən sözlər. Çünki lüğəti açıb baxsanız nə görəcəksiniz? Lüğətdə nə öz əksini tapır? Sözlər öz əksini tapır da. Biz o sözləri müxtəlif cəhətdən izah edirik, öyrənirik. Amonimdirmi, sinonimdirmi, antonimdirmi, ümumişlər sözdürmü, ümumişlər olmayan sözdürmü, frazoloji birləşmədirmi, yoxsa deyilmi? Bunları həqiqi mənalıdırmı, məcazi mi? Bunların hamısı keçirir leksikologiya bəhsində və bunlar hamısı bir yerdə dilin lüğət tərkibini belə deyək, öyrənir. Dilimizi təşkil edən sözlərin iki mənası olur. Leksik məna var, bir də qrammatik məna var. Leksik məna odur ki, sözün birinci ifadə, ilkin ifadə elədiyi məna, birbaşa ifadə elədiyi məna. Yəni, biz o sözü tələffüz edərkən ağlımıza hansı məna gəlirsə, o onun leksik mənasıdır. Məsələn, Nigar, deyirəm ki, sinif otağı. Sinif otağı deyəndə ağlına nə gəlir? Sinifin içində uşaqlar. Sinifin içindəki uşaqlar, şagirdlər, müəllim, lövhə və s. Kitab, parta, stul, bunlar hamısı deməli sinif otağı deyəndə ağlımıza gələn ilkin anlayışlar. Bu onun leksik mənasıdır. Bax, sən izah elədin. Kitab sözünü həmişə izah edirəm. Kitab nədir? Oxumaq üçün vəsaitdir. Qələm nədir? Yazmaq üçün vəsaitdir. Və bunlar hamısı bunun ilkin anlaşılan, başa düşülən mənasıdır. Yaxşımı? Birbaşa ifadə elədiyi mənadır. Ona görə də bunlar, belə deyək, sözün leksik mənası hesab olunur. Bir də var qrammatik mənası. Biz indi sözün anlaşılan mənasını aydınlaşdırandan sonra uşaqlar ona qrammatik nöqteyi nəzərdən baxmalıyıq. Yəni, görək bu sözün elmi cəhətdən izahı, onun hansı nitq hissəsi olması, hansı suala cavab verməsi, bu artıq onun qrammatik mənasıdır. Desəm, sinif otağı birləşməsinin qrammatik mənası nədir? Sinif sözünə də, otaq sözünə də ayrı-ayrılıqda sual verib deyəcəksiniz, nə? İsim. Düzdür? Və yaxud da gözəl sözünün qrammatik mənası nədir desəm, nə deyərsiniz? Qrammatik mənası gözəl. Sual verin gözələ. Sifət. Sifətdir, bəli. Necə? Gözəl. Qaçmaq sözünün leksik mənası nə olacaq? İslam. Feil olacaq. Anar, mən sözünün leksik mənası? Mən yox, isim deyil mən. Əvəzlik. Həmişə qarışdırırsınız, əvəzlik mən isim. Yaxşı. Aydın oldu leksik məna nədir, qrammatik məna nədir? Sözün leksik mənasını tapmaq üçün uşaqlar müxtəlif yollar var. Olar ki, elə söz olar ki, tələffüz edərsiniz, mənasını başa düşmərsiniz də. Bu zaman biz nə edirik? 4 yoldan birini seçməliyik. Həmin sözə ya yaxın mənalı söz tapmaq lazımdır. Yəni, sinonimini həmin sözünü tapmaq. Ya əks mənalı söz tapmaq lazımdır. Yəni, onun antonimini tapmaq. Ya sözü hissələrinə ayıraraq təhlil eləmək lazımdır. Bu necə olacaq, izah edəcəm sizə. Ya da ki, əşyanın, hərəkətin əlamətini izah eləməklə. Yəni, sözlə necə ki, biz başa düşürük, bax, onu izah eləməklə leksik mənanı izah etmək olur. Sözü hissələrinə bölmək nədir? Bu sinonimini tapmaq, antonimini tapmaq asandır. Məsələn, deyirəm, gözəl sözünün mənası nədir? Tutaq ki, bilmirsən, tez ona bir antonim tapırsan, çirkin. Bildin ki, artıq çirkin nədir, gözəl nədir? İzah edəcəksən ki, gözəl qaşı, gözü, burnu, əli, ayağı, hər şey yerində olan, gözəl görünən, xoş təsirat oyadan bir şey. Çirkin isə onun tərsinə, adamda xoş təsirat oyatmayan bir şey. Deməli, gözəl çirkin sözünün leksik mənasını bu yolla izah elədik. Bəs deyirik ki, hissələrinə ayırmaqla da sözün leksik mənasını izah eləmək olar. Bu necə olur? Bu, baş verir ya mürəkkəb sözlərdə, ya da düzəltmə sözlərdə. Yadınızda qalsın. Məsələn, kitabxana sözünün leksik mənasını gəlin o hissələrə bölməklə izah eləyək. Kitab nədir uşaqlar? Sözün kökü. Sözün köküdür. Xana isə bir cür yazılan şəkilçidir.
İndi gəlin aydınlaşdıraq. Kitab oxumaq üçün vəsaitdir. Xana şəkilçisi isə bir cür yazılan və xana ev mənasını farslarda, ərəb farslarda ev mənasını bildirən, mahnıda da var ya, evləri var xana. Otaq, yəni o mənada. O mənanı bildirən bir sözdür. İndi bəs yaxşı, kitabxana nədir? Onda kitabxana kitabların evi, yəni kitabların yerləşdiyi məkan deməkdir. Aydındır? Və yaxud da rəfə məkan deməyək də biraz əşya, kitabların yerləşdiyi əşya deməkdir. Sonra dənizçi sözünü izah edək. Dəniz nədir? Hər tərəfi içi su ilə dolu olan böyük bir ümman. Çi nədir? Çi 4 cür yazılan leksik şəkilçidir, sənət peşə məzmunu bildirir. Hissələrinə böldüm, ayrı-ayrı izah elədim, indi birləşdirirəm. Dənizçi nədir və dənizçi, deməli, çi əgər peşə bildirirdisə, deməli, dənizdə işləyən həmin o, belə deyək də, sənət peşə sahibi olan bir insandır dənizçi. Bu cür izah eləyə bildik, hissələrinə bölməklə. Sonra, məsələn, mürəkkəb sözü necə bölüb izah eləyirik? Bəstəboy sözünə baxın. Bəstəboy nədir? Bəstə sözü balaca deməkdir, kiçik. Boy isə insan o yaşa dolduqca müəyyən bir mərhələyə çatır da, hündürlüyə çatır ki, o, bax, o boy onun boyudur hissəsidir. İkisi bir yerdə birləşdir, bəstəboy, bəstə balaca deməkdir. Deməli, bəstəboy balaca boy deməkdir artıq, kiçik boylu deməkdir. Bu hissələrinə ayırmaqla sözün leksik mənasının izahı oldu. İndi qrammatik mənanı da izah eləmək üçün uşaqlar mütləq mənada sözə sual vermək lazımdır. Yaxşı mı? Sözü sual vermək lazımdır ki, görək bu söz hansı suala cavab verir. Necə, nə cür sualını verirsinizsə, onu biz sifət götürəcəyik. Nə etmək sualını verirsinizsə, feil götürəcəyik. Kim nə sualını verəcəksinizsə, onda isim götürəcəksiniz və s. Aydın, anar başa düşürsən? Aydın deyirəm sən. Sonra, sözün leksik və qrammatik mənasından başqa bir də var sözün həqiqi və məcazi mənası. Həqiqi və məcazi mənası. Baxın, həqiqi məna nədir? Dominant məna, yəni əsas məna, hökmran olan məna. Dominant sözünün mənası nədir bilirsiniz uşaqlar? Qadınlar üçün bəzən deyilir, dominant qadındır, yəni hökmranlıq eləyən qadındır, sözü keçən qadındır, belə qadındır. Bax, indi sözlərin də içərisində dominant məna o deməkdir ki, əsas mənadır da, ən birinci mənadır, aparıcı mənadır. Bax, kitab deməyək də, məsələn, şirin sözünün birinci ağlınıza gələn ilk mənası nədir? Şirin dadlı. Dadı. Nədir? Apar və şirin. Yəni, dadı şirin olan, düzdürmü? Şirin çay olar, şirin su olar, düzdürmü? Şirin, nə bilim, nə olar başqa? Hə, bulka olar, şirniyyatda tort olar. Yəni, o şirinliyi, şirin deyilsə, onu dadırıq, hiss eləməliyik də, ilki mən. Bir də var, deyirəm ki, ay Zəhra, sənin bu şirin sözlərin olmayada. Hə, bax, o artıq sözün şirin olması, bu onun törəmə mənasıdır. Sonradan qazandığı mənadır. Aydındır, nə demək istəyirəm? Törəmə deyirəm onu. Yəni, o şirinlikdən, o ağzımızın ki, dadanda ki, şirin gəlir, ha? O şirindən yaranıb da həmin sözün şirinliyi də. Sözün şirinliyi də qəlbimizi oxşuyur, ruhumuzu oxşuyur. Bizə xoş gəlir. Və yaxud da acı sözü, acı istiot. Acı istiyotu dilimizə vururuq, bu acılıq verir. Bu, bunun birinci dominant mənasıdır, həqiqi mənasıdır. Amma desəm ki, acı sözlərin qəlbimə bir ox kimi batdı, onda artıq onu sonradan qazandığı o istiyot necə ki, canımı yandırırdı. Sənin sözlərin də bax o istiyot kimi indi qəlbimi yandırır mənasında işlətdik. Aydın oldu, necə izah edirik. Sonra uşaqlar, gəldik hara? Sözün həqiqi və məcazi mənasında başqa nə var idi? Hə, deməli uşaqlar, desək ki, bütün sözlərin hamısının həqiqi mənası var, bu doğru fikirdir. Çünki hər bir söz ilkin mənadan yaranır da, birinci həqiqi mənası yaranır, sonra məcaziləşmə gedir. Amma desək, bütün sözlərin məcazi mənası varmı? Xeyr, yoxdur. Çünki bütün sözlərin, indi biz məcazi mənanı niyə öyrənirik? Məsələn, bizə çoxmənalı sözləri tapmaqda kömək edəcək. Çoxmənalılığın birinci şərti elə onun məcazi məna daşımasıdır. Biz görəcəyik ki, əgər bütün sözlərin məcazi mənası olsaydı, onda hamısı gərək çoxmənalı olaydı.
Və biz onda heç amonimləri keçməzdik də. Çünki amonimlikdə məcazlik olmur. Bildiniz nə demək istəyirəm? Bütün sözlər həqiqi mənada olur, amma bütün sözlərin məcazi mənası olmur. Sonra tək mənalı və çox mənalı sözlər. Tək mənalı sözlər uşaqlar, yalnız bir leksik mənası olan sözlər tək mənalı sözlərdir. Qələm, bunun başqa mənası yoxdur, ağlıma heç nə gəlmir. Bir dənə budur ki, yazmaq üçün karandaş və yaxud da qələm, karandaş, eyni. Amma desəm ki, ağır. Ağır sözünün hansı məna? Mənim ağlıma ağır kitablarım gəlir. Sizin ağlınıza nə gəlir? Ağır dəmir gəlir, o da həqiqi oldu. Ağır yük. Ağır yük nə mənada? Məcazisini axtarır. Ağır gəzən. Ağır adam. Ağır adam, o iki cürdə işləmə bilər əslində. Ağır xasiyyət, xarakter. Bu artıq onun məcazi mənası oldu. Və yaxud da yüngül sözünü də ona deyə bilərsiniz. Acı sözünü, bayaq dedik də, acı tutaq ki, istiot həqiqi mənadadır, artıq acı xatirələr desəm, o məcaziləşmə getdi deyə artıq birdən artıq mənası olur. Ağır söz var. Ağır söz o da məcazi mənadadır. Fərqi yoxdur. Bütün sözlərin onsuz da həqiqi mənası var. Amma ikinci bir dənə də olsa, məcazi məna tapırsınızsa, o söz artıq tək mənalı olmaqdan çıxır. O sözdə tək mənalı demək olmaz. Lap bir dənə də məcazi tapsaz, 5 dənə də məcazi tapsaz, fərqi yoxdur. Yenə də o tək mənalı olmaqdan çıxır. Tək məna odur ki, bir dənə leksik vahid ifadə eləsin, bir dənə leksik mənanı bilsin. Məsələn, ağac sözü. Ağac sözünün bircə dənə mənası var. O çöldəki yaşıl rəngdə və yaxud da payızdırsa sarı, qızıl rəngdə olan ağac nəzərdə tutulur. Və yaxud da telefon. Telefonun nə başqa mənası var ki, heç nə. Parta. Sonra çanta, bunlar hamısı bir leksik mənası olan sözlər. Amma eyni leksik məna ilə yanaşı əlavə törəmə mənalar. Törəmə nə demək idi, bayaq dedik? Məcazi. Məcazi mənalarda olan sözlər, onlar artıq çox mənalı sözlər hesab olunacaq. Və çox mənalı sözlərin şərtləri var ki, çox mənalı sözlər mütləq və mütləq birinci məna, əsas məna, həqiqi məna olmalıdır. Digər tapdığımız neçə mənası varsa məcazi olmalıdır. İndi amonimlərdə də belə bir şey var ki, amonimləri biraz paralel şəkildə gəlin keçək uşaqlar. Yazılışı və deyilişidir eyni, lakin mənaları fərqli olan sözlər amonimlər adlanır. İndi yəni amonimlərdə də biz birdən artıq məna tapırıq. Çox mənalı sözlərdə də birdən artıq məna tapırıq. Amma bunların fərqi odur ki, çox mənalı deyiriksə, mütləq sözün məcazi mənası olmalıdır. Amonimlərdə isə belə məcazilik əsla və əsla olmur. Amonimlərdə 10 dənə də məna tapsan, əgər amonimdirsə söz, onun mütləq hamısı həqiqi mənalı olacaq. Məcazilik orada artıq olmayacaq. Digər tərəfdən, çox mənalı sözlər, bax, məsələn, gəlin burada bir nümunə yazaq ondan sonra. Tutaq ki, ayaq sözünə baxaq. Ayaq. Ayaq sözünün mənalarını mənə deyin, ağlınıza ilk gələn. Kəndin ayağı. Birinci həqiqini gəlin. İnsan ayağı. İnsan. Biz ayaq deyəndə bu ayağı nəzərdə tuturuq. İnsanın ayağı, insan. Stolun ayağı. Sonra. Nə? Ördəklə insan düzdür, fərqi var. Desəm fərqi yoxdur, öz yaşına. Fərqi var, amma o da bir canlının ayağıdır da, o da bunun kimi belə getməyə xidmət edir. O elə ayaq deməyək, məcazi mənada tapırıq. Kəndin ayağı. Dediydi o. Yazmamışam ama, denən yazım ya, bəs. Çayın ayağı. Çayın ayağı, çayın mənbəyi bir də mənsəbi olur. Keçən dediydi. Hə, çayın ayağı yaxşı çıxmır. Sonra şkafın ayağı. Olar mı? Və s. Deməli, görün nə oldu uşaqlar. Birinci məna tapdıq ki, həqiqi mənadır. Digərləri isə hamısı, stolun ayağı da, kəndin ayağı da, şkafın ayağı da məcazidir. Çox mənalı. Amma bəli, mütləqdir. Amma sizə bir söz deyim uşaqlar. Çox mənalı da amonimlərə də nümunə yazacağım, fərqi görəcəksiniz. Çox mənalı sözlərdə, birinci məna ilə, yəni həqiqi məna ilə digər o məcazi mənaların bağlılığı var. İtmir o bağlılıq. İnsanın ayağı nə üçündür? İnsan ayaq üstə durmaq üçün, yeriyə bilməsi üçün, yəni ona bir dayaq funksiyasını yerinə getirir də.
Bəs yaxşı, stolun ayağı nə üçündür? O da belə düz dursun da yaz, onu saxlamaq üçün. Şkafın içində onun eyni belə deyə funksiyanı yerinə yetirir. Deməli, hər birində bu həqiqi mənada da, məcazi mənada da müəyyən bir dayaq mövqeyini icra elədi ayaq sözü. Deməli, burada birinci məna ilə bağlılıq itmədi. O bağlılıq qalır. Sadəcə biri həqiqidir, digərləri məcazidir. Amma indi amonimlərə baxaq. Məsələn, elə bir söz deyək ki, yalnız amonim olsun. Ləpə sözünə baxın. Ləpə. Biri belə yazılır. Qoz ləpəsi. Bir də dənizdəki ləpə. Baxın, görün. Baxın, bu qoz ləpəsi də ağzımıza belə qəşəng atırıq, yeyirik də, görmürsünüz də. Həqiqi mənadadır. Birinci buna baxaq. Dənizdəki ləpəni də görə bilirik də, həmin o dalğanın adı ləpədir. Sizə belə qəribə gəlməsin. Bu da həqiqi mənadadır. Deməli, hər ikisi həqiqi mənada olduğu bir fərq. Digər tərəfdən isə mənalar arasında heç bir bağlılıq yoxdur, heç bir əlaqə yoxdur. O qoz ləpəsi ilə bu ləpənin heç əlaqəsi yoxdur. Bax, amonimlər ona görə də deyirlər ki, amonimlik təşkil edən sözlər fərqli leksik vahidlərdir. Amma məsələn, çox mənalı sözlərdə eyni leksik vahidlərdir. Eyni leksik vahid, baxın, məna məsələsindən Yusif irəli çıxaraq deyirəm ki, mənalar bir-biri ilə itmir, qalır, bağlıdır. Amma amonimlərdə itir. Digər tərəfdən uşaqlar, bir dənə də amonim yazım. İkinci bir fərqi izah edəcəm sizə. Həqiqi mənada olur. Mütləq həqiqi mənada, məcazi əsla olmur. Bir dənə də nümunə yazaq. Qızıl deyə bilərik. Qızıl. Yox, istəyirəm fərqli nitq hissəsi olsun, ona görə bir dəqiqə gözləyin. Tut sözünə baxaq. Deməli, yediyimiz tut. Düzdürmü? Yediyimiz. Bir də tutmaq feili. Burada ikinci məsələ nədir? Fərq nədir? Çoxmənalı sözlərin neçə dənə məna tayını tapırsınız, tapın. Ayaz, buradasan da sən? Ayaz. Bəli, müəllimə, buradayım. Niyə bağlamısan ki görüntünü? Yuxarı çıxıram mənim özüm. Adam biraz zərif qansıyım. Cəldə oluyor, hələ ədəbiyyatımız var, indidən öncə qutardı sənin. Deməli, ayaq sözünün, uşaqlar, mənalarının hamısı eyni suala cavab verəcək. Baxın, insanın ayağı nə? Şkafın ayağı, kəndin ayağı, hamısı nə suala cavab verəcək? Hamısı nə oldu? İsim oldu. İsim. Nə ismi sualıdır da? Bu deməkdir ki, çoxmənalı sözlərdəki nə qədər məna tayı tapırsan, tap eyni nitq hissəsinə aid olur. Amma amonimlərdə eyni də ola bilər, fərqli də ola bilər. Baxın, fərq görsən, qoz və dəniz. Hər ikisi, qoz və dəniz nədir? Ləpə sözünün mənaları hər ikisi eyni suala cavab verir. Qoz fındıq olaraq da ləpə nə? Dənizin ləpəsi olaraq da yenə nə sualına cavab verir. Bu da yenə məna tayı isim oldu. Amma indi bura bax. Yediyimiz tuta sual ver, Fərid. Nə? Nə? İsim. Bəs yaxşı, tutmaq? Necə? Nə Evet. Burada kərəmi ağlamaq tutur. Tutmağa necə sual nətər verdin? Çaşdım da mən. Çaşma. Nə etmək? Nə etmək? Burada da nə? Bu ismin sualıdır, bu feilin sualıdır. Deməli, nə baş verdi? Fərqli nitq hissələrinə aid olduqları ortaya çıxdı. Amonimdir. Amonimdir, bəli. Amonimlər fərqli də ola bilər, nitq hissələrinə aid ola bilər, eyni nitq hissəsinə də aid ola bilər. Çox mənalı sözlər isə yalnız eyni nitq hissəsinə aid olur. Elə sözlər var ki, uşaqlar, yadınızda qalsın. Həm amonim ola bilər, həm çox mənalı ola bilər. Bilirsiniz onu? Məsələn, bax, bu tut sözünü mən çox mənalı söz kimi də işlədə bilərəm. Necə? Bax, bu iki dənə fərqli məna tapdım. Bu oldu onun amonim tayı. İndi iki dənə də məna deyəcəm, olacaq çox mənalı kimi məcazi məna tapacaq. Bax, qoyun buranı silək, burada yazaq, telefondakılar görsün. Tut, yenə. Yediyimiz tut. Yox, yediyimiz tut demir. Topu tutma. Topu tut. Bir də deyirəm ki, sözü göydə tutur. Sözü tutma. Məcazi məna. Bəli. Bu oldu həqiqi, bu oldu məcazi. 4 dənə məna, elə bil ki, 2-2 məna payları tapdım.
İkisini tapdım, fərqli nitq hissələrinə aid oldu. Mənaları bir-birindən fərqli oldu. Amonim. 2 dənə də məna payı tapdım. Baxın, topu tutmaq, atırsan topu tuturam həqiqi mənadadır. Amma sözü tutmaq olar? Yox, bu məcazi mənadadır. İndi ikinci məna, məcazi məna tapdığıma görə bu formada da olacaq çox mənalı. Deməli, eyni bir söz həm çox mənalı, həm də amonim ola bilər. Onda bizə lazımdır ki, onlara 4 dənə belə məna tapaq. Aydındır bura qədər. Sonra çox mənalıq təşkil edən sözlər daha çox bədən üzvləri ilə bağlı olur. Baş, qol, ayaq, göz, diş, dil. Bax, bu sözlər daha çox mənalı funksiyasını daşıyır. Məncə bu qədər bəsdir. Bir də uşaqlar, amonimik hadisələr var. Bu haqda gələn dəfə danışacağım. Çünki saxlayaq, bəli. Ədəbiyyat dərsimiz var, artıq vaxta girmişik. Saxlayaq.